Salam, xoş gördük hər birinizi. Eyler-Venn diaqramında çətinlik çəkirsiniz, o zaman qulaq asın, sona qədər dinləyin. Baxın, burada əziz hörmətli abituriyentlər, şagirdlər, ata xaqanlığı və ana xaqanlığı haqqında müəyyən xüsusiyyətlər qeyd olunub ki, biz bilirik ki, üst paleolit dövründə qəbilə icmasının yaranması ilə insanların qəbilənin həyatında, ən çox da qadınlarımızın qəbilənin həyatında böyük rol oynaması ilə ana xaqanlığı dövrü başlayır. Üst paleolitdən başlayan bu dövr erkən tunca qədər davam etmişdir. Erkən tunc dövründə artıq məişətdə, təsərrüfatda kişilərin əməyinin ön plana keçməsi nəticəsində ata xaqanlığı meydana gəlmişdir. İndi xüsusiyyətləri bir-bir oxuyaq. Üzümçülük və şərabçılığın mövcud olması. Biz bilirik ki, üzümçülük, şərabçılıq, bağçılıq, bostancılıq Orta Tunc dövründə meydana gəlmişdir. Orta Tunc dövrü ata xaqanlığının mövcud olduğu dövrə uyğun gəldiyi üçün ikinci hissəyə A qeyd edəcəm. Daha sonra metaldan istifadə olunması. Metal biz bilirik ki, ilk əldə olunmuş metalımız misdir. Daha sonraki zamanlarda tunc və dəmir də əldə olunmuşdur. Mis eneolit dövründə, yəni ana xaqanlığı dövründə, tunc və dəmir isə erkən tunc və son tunc dövrlərində əldə olunmuşdur ki, bunlar da ata xaqanlığı dövrlərinə uyğun gəlir. Metaldan istifadə deməli, hər iki dövrdə var idi. Həm ana xaqanlığı, həm də ata xaqanlığı. Ona görə B variantını ikinci hissəyə qeyd edəcəm, ortaya. İnsanların əkinçiliklə məşğul olmaları. İnsanlar hər iki dövrdə əkinçiliklə məşğul olublar. Çünki mezolit dövründə ibtidai əkinçiliyin yaranması ilə neolitdə, eneolitdə, erkən tunc, orta tunc, son tunc və hətta indiki dövrümüzə qədər də əkinçilikdən istifadə olunur. Bu bizim ortaq cəhətimizdir. Daha sonra ibtidai maldarlığın yaranması. İbtidai maldarlıq ümumiyyətlə hər hansı bir hadisənin yaranması deyirsə əgər, bir şeyin yaranması bir dövrdə baş verə bilər. Amma əgər ki, mövcud olmasa deyirsə, bu bir neçə dövrdə əhatə edə bilər mövcud olma prosesi. Burada isə bizə ibtidai maldarlığın yarandığı dövr istəyirsə, bu mezolit dövrü idi. Mezolit dövrü ana xaqanlığı dövrünə uyğun gəlir. Daş əmək alətlərindən istifadə edilməsinə başlanması. Bəzən şagirdlərimiz bu hissəni qarışdırırlar. Birbaşa deyirlər ki, hər iki dövrdə daş əmək alətləri var idi də, amma cümləni sona qədər oxumurlar. Başlanma deyir axı, daş əmək alətlərindən ilk dəfə istifadənin başlanması alt paleolit dövrü idi. Alt paleolit dövrü isə nə ana xaqanlığı hesab olunur, nə də ata xaqanlığı. Ona görə Y heç birinə aid olmayacaq. Deməli, düzgün cavabımız D variantı olacaq. Oldu, sağ olun.